elə bilirdim ki, mən nələrsə bilirəm həmin təlimə qədər. Çıxıb getmək istəyirdim, 5-6 saatı. Mən o təlimin bitməsini istəmirdim. Amma 3-cü günün sonunda hevslənirdim ki, 2 gün qalıb təlimin bitməyinə. Özümü səndən aşağı tutsam, özümü alçaldıram. Amma sənin üstün tutsam özümü, səni ucaldıram. Bunlar fərqli şeylərdir və bir xətt var ortada, qızıl xətt deyil. Təlim necə söz verilmişdisə, elə də olmuşdu. Yəni həqiqətən də məndə o transformasiya hissi baş vermişdi. Çox böyük dəyişikliklər olmuşdu. Danışmaq var, eşitmək var, görmək var, baxmaq var. Onların arasındakı fərqi söz olaraq yox, həqiqət olaraq anlamağa başladım. Təlimdən sonra artıq çalışıram ki, insanlarla daha səmimi olam. Sual verirlər ki, bu təlim sənə nə qatdı? Bunu sözlə demək olmur. Bunu yaşamaqla bilə bilərsin. Egonuzu öldürün ki, əsl kimliyiniz üzə çıxsın. Təlimi bir səma kimi görürəm. Çünki güzgü belədir ki, yalnız keçib baxıb çıxıb gedirik. Səmanı hər gün görürük. Mən o təlimi hər gün görürəm. İndi kənara baxıram, orada əslində başqa cür başa düşürəm hər şeyi. İndi mənə qəribə gəlir o kino. Hətta ata-ana belə bunu sənə deyə bilməyəcək ki, sənin səhvin hardadır. Transformasiya təlimi həqiqətən də mənim ətrafıma da təsir elədi. Təlimdən sonra bir 3 gün mən o vəziyyətdə oldum. Artıq 3-cü gündən etibarən bu təkmilləşməyə, aqilləşməyə başladı, gözəlləşməyə başladı proses. Hətta Zahid müəllim özü bildirirdi ki, enerji gələcək, enerji olacaq. Yəni onlar doğrudan 3 gün mənə yad idi. Sakit durub müşahidə eləməklə tanış oldum. Həyatımdakı belə bir şeylər var, bunu özündə inkişaf etdirə bilərsən. Və özümü onun yerinə qoydum. Fikirləşdim ki, bugün bir övlad itirsəm necə olaram? Ən çox mənə elə gəlir ki, faktla fikri ayıra bilirəm indi, orada da öyrəndik. Yəni 4-cü gün mən təlimdən çıxandan sonra 4-5 saat ağlamışam, dayanmadan ağlamışam özdə. İlk baxışdan ümumiyyətlə təsiri olmayan bir hal idi də, bir video idi də ki, aklına gəlir gülməli bir şey, mənasız bir şeydir ki. Amma bu təlimin təsirindən biridir deyərdim ki, hansı ki ilk baxışdan mənasız bir şeydən özüm üçün dərin bir məna tapdım, özümü gördüm orada.